Professor Şaqibə Əhmədova baytarlıq üzrə Şərqdə ilk qadın elmlər doktorudur. Bu ad soyadı eşitmişdiniz? Bəlkə də hardansa sizə tanışdı. Az tanınmışlar rubrikası İctimai Radioda. Şaqibə Əhmədova əslən məşhur Qayıbovlar soyundandır. Onun atası İsmail Qayıbov Qori müəllimlər seminariyasını bitirmiş, Üzeyir Hacıbəyli və Müslüm Maqamayevlə tələbə yoldaşı olmuş nüfuzlu pedaqoq, anası Firuzə xanım isə əməkdar müəllim idi. Şaqibə Əhmədova həm də Azərbaycan Respublikasının ilk baş prokuroru olmuş mərhum İsmət Qayıbovun bacısıdır. Elmə və təhsilə olan böyük marağı Şaqibə xanımı daima irəli aparıb. O 1943-cü ildə Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinə daxil olub. Şaqibə Əhmədova 1945-ci ildə isə təhsilini davam etdirmək üçün Moskva Baytarlıq İnstitutuna yollanıb və 1948-ci ildə oranı bitirib. Gəncəyə qayıtdıqdan sonra o Azərbaycan Dövlət Aqrar Universitetinin parazitologiya, ardınca isə mikrobiologiya və baytarlıq ekspertizası kafedralarında çalışıb. Alimin elmi karyerasının ən məhsuldar və uğurlu dövrlərindən biri Özbəkistanla bağlıdır. Şaqibə Əhmədova 1961-ci ildə Səmərqəndə köçərək Səmərqənd Kooperativ İnstitutunda dosent və professor vəzifələrində fəaliyyətə başlayıb. O 1965-ci ildə Sankt-Peterburqdakı Baytarlıq İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək Şərqdə baytarlıq üzrə ilk qadın elmlər doktoru dərəcəsinə layiq görülüb. Şaqibə xanım Səmərqənddə çalışdığı institutda 1965-ci ildə mikrobiologiya və qidalanma fiziologiyası kafedrasının ilk rəhbəri, 1967-ci ildə isə elmi işlər üzrə prorektor vəzifələrinə təyin edilib. Eyni zamanda fəal ictimai xadim kimi fəaliyyət göstərən professor Şaqibə Əhmədova Səmərqənd Şəhər Sovetinin 2 dəfə deputatı seçilib. Elə bu səbəbdəndir ki, 2025-ci ildə Səmərqənd İqtisadiyyat və Servis İnstitutunda onun xatirəsini əbədiləşdirən xüsusi auditoriyanın açılışı baş tutub.